Blok imtahanına düşə biləcək həqiqi ədədlər bölməsinə aid olan sual nümunəsinə baxaq. ABC ədədi üç rəqəmli bir ədəddir. Kök altında ABC irrasional bir ədəddirsə, neçə fərqli belə ABC ədədi yazmaq olar? Yəni bizdən üç rəqəmli ədədlər içərisində neçəsinin irrasional ədəd olduğunu soruşur. Bunun üçün ilk öncə gəlin üç rəqəmli ədədlərin sayını tapaq. Bizim ən kiçik üç rəqəmli ədədimiz 100, ən böyük üç rəqəmli ədədimiz isə 999-dur. Sayını tapmaq üçün 999 çıx 100 üstəgəl 1. Deməli, bizim 900 dənə üç rəqəmli ədədimiz var. İndi isə onlardan neçəsinin irrasional olduğunu, yəni kök altından tam kvadratı olmayan ədədlər olduğunu tapaq. Lakin bu ədədlərin sayının çox olduğuna əsasən, İlk öncə rasional ədədlərin sayını tapaq. Yəni kök altında tam kvadratı olan ədədlərə. Bunlardan ən kiçiyi 100, ən böyüyü isə kök altında 961-dir. Kök altı 100-dən 10 çıxır, kök altı 961-dən isə 31 kök çıxır. Görək neçə dənə belə ədədimiz var. 31 çıx 10 üstəgəl 1 edir 22. Deməli, bizim 22 dənə rasional ədədimiz var. Yəni, tam kvadrat kökü olan 3 rəqəmli ədədimiz var. İndi isə ümumi saydan, yəni 900-dən çıxırıq 22, yerdə qalır bizim 878 dənə irrasional ədədimiz.